Herkese salam, kanalımıza hoş gəlmişsiniz. Ümid edirəm hər şey yaxşıdır, hər şey yolundadır. Biz tərəfdə də çox şükür yaxşılıqdır. Toylu zurnalı günlərimiz keçir. Bugün yenə bacılar toya hazırlaşacağım. Saçımı belə düzləşdirdim. Biraz özümün başımda dəlləklik açdım. Həmişə saçımı formaya salan vaxtı çolka hissələrimi özüm kəsib düzəldirəm. Belə bir kısaltma elədim. Buralar artıq uzanmışdı, ağzıma gəlib çatırdı deyə. Belə bu cür kəsdim. Bu da yenə elədir. Belə, indi bunu tam çıxartmamışam, amma bunu kimikdə düz eyni ölçüdədir. Saçımı düzləşdirdim. Saçım belədir. İndi ya açıq qoyaram, ya nə bilim, nə edərəm bilmirəm, amma birlikdə hazırlaşarıq. İndi gətirib əsas o məsələdir ki, yoldaşımın başqasını ütülüyüm. Hazır qoyum, gedəndə bizlə bərabər getməyəcək. Biz Aynurə gəlinə gedəcəyik, gəlib bizi götürəsidilər. Az vaxt qalıb, yəni tez-tez bacınız bir hazırlaşsın. Toydan görüntülər gözəl çəkib paylaşmağa çalışarım inşallah sizlər üçün. Yoldaşımın rubaşkasını ütüləyəcəm, şalvarını ütülüyüb hazır qoyacağım. O ancaq gecə saat 7-də, 8-də gələ biləcək. Çünki iş yerini bağlaya bilmir. Artıq yoldaşımın işi başladığına görə iş yerini bağlayıb gələ bilmir. Biz İrəldən gedirik öndən. Yoldaşım gələcək, iştirak edəcək. Elə bil ki, o gün getmişdik, qız toyunda idik. Qız mənə qohumdur. Oğlansa bəyimiz yoldaşıma qohumdur. İndi belə bu cür oğlan tərəfdən də gedirik. Toyumuza orada görüşərik. Yəni oraya gedib çatanatan hələ evdə görüşürük. Ütü stolum olmadığına görə məcburən elə belə bu cür süfrənin üstündə plastinə sərib ütülüyürük. Nə edək? Olmayanda nə edək? Olmayanda belə bu cür edərik. Ali, hazırlaşırsın sən. Sənin köynəyin bax oradadır, gətir. Akuratını gətir, onu da ütülüyüm. Məmaqın paşası. Ütlədim. Bunlar artıq hazırdır. Bugün bu çantamı götürəcəm. 2 dəfədir bunu götürmüşəm. Bu biraz əyilən kimi olubdur. Niyə belə əyilib bilmirəm. Gərək ki, bunun içinə kağız dolduram, karton dolduram, düzələ qoyam, düz olsun belə. Amma bugün bunu götürəcəm. Sadə çantadır. Makyajımı etdim. Belə görünürəm. Necədir? Nətər görünürəm, gözün üstü belə. Sadə bir makyaj etdim. Saçı da elə bu cür düzləşdirmişəm. İstəyirdim ki, geriyə qatlayam. Amma görürəm ki, belə də qəşəng durur. Yəni, əvvəllərin modu idi belə içəri sarı. Vaxt olsa geriyə qatlayacağım. Vaxt tapa bilməsəm, belə də qalır. Çünki artıq gecikmişik, gəlirlər. Mən hazır bacılar. Don, bunu seçdim. Sadə olsun istədim. Bu dəfə belə klöş geymək istədim. Düzü donlarım var. Buradan klöş açılan qısa donlarım da var. Onun qolları qısa olduğuna görə istəmədim onları geymək. Bunu seçdim. Bunu geymişəm bir-iki dəfə toylara. Görmüşsünüz hətta. Bundan başqa rozer donum da var. Onu da Enarənin toyunda geymişəm. Onu istəmədim geyinəm. O lap çox tüllüdür. Burasında qaşı var. Mənə görə biraz abartıcı olduğuna görə geymək istəmədim. Belə bu cür hazırlaşdım. Saçım hələlik belədir. Görüm geri qatlasım qatlayacağım. İndi sarğalar geyinim. Sarğalar da baxın belə bir sarğa geyinəcəm. Artıq biz hazırıq demək olar. Hazırlaşdıq.
Yoldadılar, gəlirlər, Aynurə gildə gəlsinlər. Dedək, toyumuza çataq. Mən belə prostoy sırğanı geyinəndə qulaqlarım yanmaya başlayır. Yəni bir müddət yanır, ondan sonra dayanır. Əvvəllər hər gün geyinirdim. Ara verəndən sonra baxın belə bu cür yanmağa başlayacaq. İndi axşam görəcəm ki, qaşınma tutubdu. Çantam hazır, mən hazır. Qalıb onları gəlmək. Gətirim da saçımı da düzəldim. Saçımı da düzəltdim. Baxın, indi mi daha gözəl görünürdü? Bayaq mı gözəl görünürdü? Baxın, nə təridir. Biraz belə dalğalandıran kimi etdim də. Buramı da belə qaldırdım. Belə bu cür. Keçən dəfə toya getdiyim videonun altına bir xanım yazmışdı ki, saçını elə bir inək yalıyıb. O xanıma gözəl cavab vermək istəyərdim o yorumda. Yəni verdim də, kaş onu deyim, mənim saçım kimi onun beyni, axlı, dili təmiz olsun. Mən başa düşə bilmirəm. Ütülənən saç necə görünər? Ütülü dümdüz görünər də. Dümdüz görünəndə inək yalamış olurmuş. Belə deyirlərmiş. Nə bilim, Allah hər kəsin ürəyinə görə versin. Kim nə tər istəyir, elə danışsın. Sadəcə olaraq hərə öz səviyyəsini göstərir. Orada da yazdım ki, mən sənə qəşəng söz demək istəyərdim, amma hərənin öz səviyyəsi var. Öz səviyyəsində olduğu kimi fikirləşir, yazır, danışır. Nə bilim, bacılar. Bacınız belə oldu, boş verin. Mən də deyim, siz də deyin ki, boş verin. Biz boş vermişik. Sırğalarım, baxın, belə görünür. Hər renk olan sırğadır. Hər paltarla da çox uyğundur geyinmək. Belə. Yəni, saçın altında bu sırğa da görünmür, amma yenə geyindik. Hazırdır bacınız artıq. Qalıbdır bir Aynurə gidin gəlməyə. Belə bu cür hazırlaşdım. Artıq hazırım. Pencəyə getməliyim. Pencəyim var idi orada. Pencəyimi də getirdim. Ayaq baş getdin oğlum. Ayaq baş getdin. Bu pencədir. Pencəkdir, amma ayaq baş getdin deyirəm. Kutkalarınızı da geyinin. Geyinin tez edin. Hazır olun. Can. Aha, malades bana. Kutkalarınızı geyinin tez edin. Çok soyuqdur. Biz getdik hacılar. Sağ olun. Orada görüşərik. Bugün ayrı zala gəldiyimizə görə keşəxot keçirik. Yolu belə keçirik. Əlxan da bu tərəfdə hazırdır. Gedək görək başımıza nə gəlir. Deyirəm, nəhayət ki, bugün başqa bir zalda video çəkəcəm. Hər kəs elə o ritm kafedə edir. Niyə bilmirəm, onu görməkdən inanın gözümün kökü saraldı. O restoranda olsaydı heç marağında olan döydüm toya getmək. Çünki istəmirəm artıq o restoranda. Belə keçək, gedik. Lift o. Üstümə heç şey giyinmədim. Desəniz, picakımı götürmüşəm bacılar. Picak giyinəcəm. İndi elə çeynimə salacam, soyuq olmayıb. Çünki düzgün işləmir mənim beynim, başım. Paparaziyalıq edir mənim oğlum. Bu da ki,
Mamasının yanında. Bugün taksi ilə gələsi olduq. Yəni elə alındı. Gözəldir. Diğer yerlere bakanda bura çok güzeldi. Anne sen nerede tutuyorsun? Gedin balam. Bizim en sevdiğimiz mekan buraydı. Burada şəkil çəkmişdik. Getdik balam.
alkışlayan Başkanlarımız var olsun. Tercihimiz çok uzak değil. Karşıdan yolumuzu kısaltıyoruz. Kim çeksin? Şəkil çəkdirmə mərasimidir.
gəldik, evdəyəm. Toyumuz maraqlı keçdi, dedik, güldük, əyləndik, oynadıq. İndi evdəyim. Hal-hazırda saat 11-12 işləyibdir. Biraz bacınız ortalığı yığıb yığışdırsın. Yəni töküb töküşdürmüşük gedəndə. Paltarımızı soyunub burada. Yəni mən yox, yoldaşım burada soyunub qoyubdu. Hazırlayıb getmişdim. Onu yığıb yığışdırım. Bir dəsmal çəksin bacınız ortalığa. Ondan sonra görüm nə edəcəm, sizlərlə bölüşərəm. Hələlik yəni videomu sonlandırmıram. Bir də nəyə göstərəcəkdim. Orada biz şəkil çəkdirən vaxtı həm video çəkirdim, həm şəkil çəkdirirdik. Orada bir dənə kameraman oğlan var idi, gəldi, şəkilimizi çəkdi. Belə bir dənə şəkilimizi götürdüm. Orada qoymaq istəmədim. İndi bilmirəm necə çıxmışam, nətəriyəm. Götürdüm, mən də gəldim evə. Balam, qəşəng çıxıb mama? Bəyəndi, uşaqlar bəyəndi. Belə bacılar. Buraları bir yığım, yığışdırım. Saçım belə, necə qalıb? Belə yaxşıymış, deyil mi? Elə belə bu cür bağlayıb getsəydim daha yaxşı olardı məncə. Buralardan biraz boş vurursam, belə. Neçə dəfə də elə saç tökük getmişəm, bu dəfə də tökdüm. Uzun olsa belə at quyruğu bağlayaram. Çox xoşlayıram mən at quyruğu bağlamağı. Amma uzun deyil. Nə olub Darixan? O pulları kaşloka qoy balam. Belə, amma belə də belə bağlı edib getsəydim daha səliqəli görünərdi məncə. Töküntü saçlarsa. Bir də gedəndə belə edəcəm. Sadə bağlayıb belə gedəcəm. Darixan. Apar kaşloka qoy balam. Ona yox, kaşloka qoy. Kaşloka qoy. Sumkamı işəki gör, nə var sumkamın içində. Toydan gəlib paxlava ilə qəşəng bir stəkan çay. Çayımızı içdik, indi də yığaq, yığışdıraq. Hal-hazırda saat 12-dir. Yatmaq lazımdır, dincəlmək lazımdır. Krışqasını dörtdüm. Xaladinka qoyacağım. Şəkilimiz də burada qalıb. Bunu da götürüm. Necə düşmüşük qızlar. Mənəm Kəmalə də Günaydı. Bundan bir neçə dənə var idi. Yəni fərqli-fərqli var idi şəkillər. Amma mən ən çox bu xoşuma gəldiyinə görə bunu götürdüm. Elə də baha deyirlər. Biraz ucuz olsaydı bütün hamısını götürə bilərdik. Çox baha deyirlər. Bir dənə şəkli çox baha dedilər. Ona görə bir dənə götürdüm. Ən çox da özüm hansını da daha qəşəng düşmüşəm, onu götürdüm. Öz aramızda bacınız necə düşüb. Nəysə. Bir günü də belə yola verdik. Belə bu cür sizlərlə sağollaşım. Sizlərlə sağollaşmadan getmək istəmədim. Sağ olun bacılar, sağlıqla qalın. Allaha əmanət olun. Yeni videolarımızda, vloglarımızda görüşmək diləyi ilədim. Özünüzə yaxşı baxın. Əsas odur, özünüzə yaxşı baxın. Videomu buraya qədər izlədinizsə də, əgər unutdunuzsa, bəyənmədinizsə də, bəyəndinizsə də videonu bəyəni atmayı, bol-bol yorum yazmayı unutmayın. Yorumlara da çox xahiş edirəm. Böyük hərflərlə yazın ki, keşfiyyətə düşə bilək. Məni takip etməyən izləyicilərim çoxdur. Yəni, izləyirlər, takibi almayıblar. Onlardan da bir xahişim odur ki, əgər izləyirsinizsə də, takibi alın ki, paylaşdığım videodan tez xəbərdar olun. Öpürəm hər birinizi. Sağlıqla qalın. Allaha əmanət olun.